Salam. Uzun bir vlog başlayıram. Sesim gəlmiş. Pekinglərlə dolu bir video olacaq. Şimdi gəzməyə çalışırıq. Şəhərdə qonaq gedirik həm də gözəlsin. Çəkəcəm hər şey inşallah sesim gəlir. Göstərsəm istərəm. Belə geyinmişəm. Bu bir takımdır. Bunu Instagram'dan almışdım. Burası da belədir. Arxası da belədir. Koftanın arxası. Və bunları çirklənib nətər. Bunları Nike'dan almışdım. Ayaqqabılarım əslində belə. Rengini çox bəyəndim. Belə. Hələ tam adaptasiyonu bilməmişəm belə. Çöldə video çəkməyə, yəni səsim biraz az çıxıb bilirəm. Evə gedəcəyik. İlk dəfə terminal özüm sifariş vurmuşam. Ondan gələcək. Onlar açacaq istəyən bir yerdən packing eləyəcəyik. Daha sonra Temu və Trendyoldan kargolarımız gələcək. Onları bir yerdə açacaq. Belə, indi mən onlarsa dayım qızına baxıram. Geldi içeride qonaqlarlandılar. Bir vaxtımız keçir. Salam. Video çəkirəm. Öncə vlog çəkirdim. Dayımın qızına baxırdım deyə. Heç nə çəkə bilmədim. O da balacadır. Yəni onu qoyub heç nə edə bilmirdim. Baxdım ki, dünən heç nə çəkməmişəm də əməliyyatda. Demişəm, unpacking falan eləyəcək. Kargom da hələ gəlməyib. Hələ bilməm nə vaxt çəkəcəm. İndi gedirik marketə, bir də alışveriş eləməyə, yəni anamla gedirik, belə geymişəm. Yəni belə, gözlərim də alergiya verib, şişib. Çünki nətər vurur üzümə, yandım. Nəysə belə, çəkəcəm, belə gedirik mağazalara, alışveriş eləməyə. Oradan bəlkə salona girdik, işimiz var. Yəni belə. Videolarımı eğer buna kadar izləyirsinizsə, videolarım xoşunuza gəlir və videolarım xoşunuza gəlirsə, abunə olub like atmağınız həqiqətən mənim üçün çox sevindirici bir haldır. Sizin üçün bir parmaq toxunuşudur, amma həqiqətən məni çox sevindirir. İndi qarğıdalı konservə salmaq istəyirdim buradan, amma marketdə yəni çox danışmaq istəmədim. Və videonu hələ də izləyin, çünki videonun sonunda Temu unpacking, yəni Temu kargo açılımı eləyəcəyik. Deməli, salona girə bilmədik. Ən azı girdik, amma yəni vaxtları yox idi. Sonra mağazaya girdik və özümə ən sevdiyim şey aldım. Konserv qarğıdalı aldım və xiyar aldım. Necə konserv qarğıdalı yedim. Çox sevdim həqiqətən. Bu balaca aldım. Bu markanın içine ilk dəfə yoxlayacağım. Görün necəydi. Növbəti gündən siz salamlayıram. Deməli biz kargo şirkətindən zəng gəldi. Temu bağlamamız gəlib. İndi gedirik onu götürməyə. Gəl ana. Gedirik onu götürməyə. Kargolar X-Kargo ile gelmişti. Bir götürdüm burada. Gidip evde bir yere atacağım her şeyi. Artık seherin su içirəm ben. Havanın günlü olması bakmıyorum. Yani eve geldik, kıpkırmızı olmuşam. Ayağımın şöyle bir günü var. Neyse kargolarımız geldi. Şimdi bakın ki yaxşı düşür. Tabii ki ben neyləmişəm, açmışam. Çünki mən yollarına baxa bilmədim və bu kargo biraz balacadır. Çünki yəni ilk dəfə sifariş verirdik. Amma ilk dəfə olmanıza baxmayaraq 80 manatlıq, 80 manatlıq sifariş elədik. Biraz danışıyorum necə günə gəldi, necə oldu. Biz ayın 28'i vurmuşduq sifarişi və bugün artıq ayın 7'sidir. Artıq gəlib də, yəni məndədir. Neysə, baxaq. Tək də açmışam, çünki mən yəni dözə bilməzdim. Mən də özüm ilk dəfə vururdum falan.
Başlayaq. Burada zorab. Bunların mənə sifariş vermişdik. Aslında göstərəcəm sizə. Aman Allahım. Nənəmin ayağını olmayacaq. Məni öldürəcək də yəni. Çox pis. Baxın, yəni belədir. Bu da belə sizlərə göstərim. Baxın. Belə. Bu 3 rəngi idi. Belə. Digər rənglərini göstərim. Baxın, biri bu rəng. Digəri də bu rəng. Okey. Bu qiyməti nə qədər idi? Bu səhv etmirəmsə 7 manat idi. Səbəbi var. Yəni bu da hamısı bizim də burada mənim çox az mənzim var. Əsas ilk dəfə idi. Əsas anam belə falan vurduq. Nənəm, dayım falan. Aha. Bu dayımındır. İstəyirəm qoy yaşatsaq da. Sizlərə bu ayaqqabı içliyidir. Baxın, bu şəkildə 41 razılardır bu. Baxın, bu şəkildə ayaqqabı içliyidir. 3 dənə bu. İçində səhv etmirəmsə. 2 cüt. Bir dəfə. Neyse, 2 cüt. Yəni də, əslində mənim üçün nə əlaqə 3 cüt. Amma yenə də. Aha. Amma çox yəni sürətli çatdırıldı həqiqətən. Sonra bu. Bu bilirsiniz nədir? Bilmə bunu göstərməyə yox. Bu şeydir belə. Bu belə geyinirsən, belə çox belə sıx bir şortdur da, şalvar falan altından geymək üçün. Daha sonra bu mənimdir. Bu mənimdir. Ay nə olacaq bu? Bu bilirsiniz nədir? Bu məncə bilirsiniz. Çox adam bilir. Bənövşəyi diş pastası. O dişləri belə ultra mega ağırdan diş pastasıdır. Bunu necə açacağam bilmirəm. Bunu da belə göstərim ölçüsünü. Baxın, məncə çox balacadır da yəni. Aha. Amma yəni paketləməsi superdir. Və yenə deyirəm, həqiqətən çox sürətli çatdırıldı. Deməli, bu isə ayaq dırnağıdır. Baxın. Bunun 100 dənəsi. Belə. Ayaq dırnağıdır bu. Daha sonra atskilərim, yəni həqiqətən ən belə səbirsizləndiyim. Yəni o qədər atskiyim var, en qədər atskiyim var, amma qara bir atskiyim yox idi daha. Yaraşdı. İndi özüm buradan baxacağım. Wow, çox cool. Kənarda da belə bir detay var. Bir də bunu da dedim ki, bu kabro, baxın bu mənim kabro. Bunu da Temu'dan almışdım. Bunu mən hələ o vaxtlar sifariş vermirdim. Bunu dostumun bacısı mənim sifariş vermişdi. Bu qara rəngi və qutuda gəlir hər ikisi də. Bu isə həmin askirin bu rəngi. Baxın, kənarda belə detayları var. Çox qəşəngdir yəni. Çox qəşəngdir. Həqiqətən çox bəyəndim. Mən belə devam etmək istəyirəm. Belə qoyalım. Sonra nə qaldı? Bir şey qaldı ama deyirəm ki, aktarmadı falan. Həqiqətən askilərimi çox bəyəndim. Bir də o bənövşəyi diş pastasında var. Sizlər bir yerdə yoxlayacaq əlbəttə. Mən onu yoxlayacağım və sizlərin təbii ki, rəyimi bölüşəcəm. Bu dayımın zorablarıdır. Bu isə, baxaq bunlara. Baxın, bunlar da göstər. Bunun 3 rəngi idi. Yəni pulunu belə uzanır falan, baxın. 3 cüt idi bu da. Belə rəngi və mavi rəngi və 4 cüt hətta. 4 cüt. Özümüşləri ayrı qoyum və dayımlıqlarını da ayrı qoyum. Geçək. Bu bilirsiniz nədir? Bunu anam yəni elə belə yoxlamaq üçün aldı. Yəni bir məqsəd, yəni lazım bir şey deyil. Bu, baxın budur. Yəni bilmirəm bu adı necə gedirsə. Baxın. Belə. 19 dənə məhsul bayaq bilmirəm dedim deməli. 19 dənə məhsul 80 manat. Yəni 79 nə qədər elədi? Nədir? Bu bilirsiniz nədir? Bu anamın dodaq kontrol edirlər bunlar. Nə edirlər valla. Baxın, belə əlməliyim. Çox qəşəngdir rəngi. Çox belə, necə deyərlər. Baxın belə. Qoy çıxardım da. Bunun 6 dənəsi bəli. Baxın rənglərinə bir dəqiqə. Baxın, rəngləri belə bu şəkildə. Çox qəşəngdir rəngləri belə. Rəngləri falan canlıdır. Yəni yaxşıdır da hər şey. Əsas mən bunun üçün həyəcanlıyam. Mənim görüm dişlərimi necə eləyəcək həqiqətən. Çox dilərsən o diş üçün zərərli falandır. Sonra gərək bunu eləyəndən sonra baxın görüm məhsullarına. Bu isə dayım qızı üçün zorab sifariş eləmişdim. Uşaq zorabıdır.
İnşallah ayağına olar. Çünki onun ayaqları biraz tutmuşdu. Bunun 10 cütü səhv eləmirəmsə 9 manat idi. Ay da ayağım olar. Baxın, bu şəkildə çox tatlı. Hamısı eyni belədir, belə şəkili. Amma fərqli rənglərdə. Bunu da ayrı qoyum. Okey. Bu bilirsiniz nədir? Bu suya dözümlü leyner deyirlər, eyeliner deyirlər, nə deyirlər? Bu da baxın. Bunun 3 dənəsi. Yəni 3 dənə şeyi də bu boyda paketə qoymarsınız da yəni. Daha sonra biraz sessiz başlayın. Görəcək həyətən çox uzun oldu. Bu nədir? Bu da qardaş. Çox həyəcanlıyım dedim, bu nədir? Hə, bu bilirsiniz nədir? Bu tempaletidir və nə əlaqə? Yəqin qırılmasın deyə. Bu səhv eləmirəmsə, bu deyəsən, bu nədir olma, bilmədim ki. Baxın, böyle bir şeydi. Bilmədim bunu, anlamındır. Bu bilirsiniz, bu da daimındır. Bu baxın, qəşəng paketlənir. Baxın, hərəsi ayrı-ayrı. Bu dabanlıqdır, belə ayaqqabının dabanına qoyursa. Hərəsi 3 dənə. 3 dənə, neçə dənə? Bayağı var. Bir də daim bir dənə üzüyü saçmışdı, gümüş. Onu hələ görmürəm buralarda. Yaxından. Bu üzüyü tapsaydı, ay Allah. Tapdım. Wow, inşallah yəni həqiqi üzüdür yəni. Yəni üzü nəymiş, gümüş. Ay, nə ağırdı bu. Sanki şey deyəm, bolt. Hə, şey, aksesuar yazmışdı. Dedim ki, bu mismar falandır. O qədər ağırdı. Hansı barmaq taxlar ki, bu baxın. Baxın. Bunu qoyaq, bu daimimdə və artıq bitir, heyif ki. Bu bilirsiniz şey, bu səhv etmirəmsə, bu nədir belə? Bu da hamısı anlamında, heç mən bilmirəm. Öncə heç açmıram sizə Allah. Qoyuram bu kənara. Anlamında. Sonra burada dırnaqlar. Ay, bunlar bilirsiniz, yaxşı paketli atsam yedim. Bunlar kedi gözü deyirlər, kətay. O dırnaqlardandır. Qoy, baxın, sizə göstərəcəm. Aman tanrım da yəni. Baxın indi. Baxın, məsələn, bunu çıxartın. Baxın buna. Ay, qırılıb biri. Baxın. Baxın, çox qəşəngdir bunlar. Həddən artıq. İçində kreydi var. İçində kreydi var. Hətta şey də var. Pilka. Ay, mən bilirsəm. Bir də qırılıb hətta. Amma iyiydi yox. Neyse, bağlamayayım. Sonra hələ sıra sonra vlog bayılacağım. Bu nədir? Mən bilmirəm, yalnız anamındır. Bu bilirsiniz şey, belə bir leykoplastlar oxşuyur. Bu şeydir, belə gözün deyəsən burasına yapışdırırsan, gözün üstə sallanan deyəsən ətlər üçündür. Yəni ki, mən heç başım çıxmır və son. İlkdir, bu da dayımın darağıdır, bunu atsın da ediyorum. Baxın bu şey, üçlü belə daraq. Son burada. Duraram bunu, baxın belə bir şeydir. Belə. Neyse, videomu buraya kadar izlediğiniz için her birinizə çox təşəkkür edirəm. Kanalıma abunə olub like atmağı və bildirimləri atmağı unutmayın. Və dəqiqdə də necə videolar istəyirsinizsə, mütləq sizin hər birinizin fikirləri həqiqətən mənim üçün çox dəyərlidir. Bununla bizimkiləri buraya yığırım. Çok qarmaşıq bu alınıb deyir, bilmirəm. Bu nədir? Yəni belə. İnşallah videomu bəyəndiniz. Buraya qədər izləmişsinizsə də mənim videolarım sizlərə xoşunuza gəlir. Eləcə də bilmirəm. İndi bəlkə bu diş pastasını bilmirəm, sizə göstərərəm, eləyərəm. Bir yerdə nə deyil onu, swatch deyiləm, nə deyil ondan eləyərik bir yerdə və baxarıq. Sağ olun hər birinizi. Bye bye.